Xoş gördük əziz dinləyicilər. Bütün dünya hadisələri ilə bərabər həm də biz bəzən özümüzə, öz ruhaniyyətimizə də qayıtmalıyıq. Bu günlərdə Ramazan ayının ən qədirli günləri keçirilir. Yəni Qədr gecələrinin olduğu Ramazan ayının o mübarək günləri davam edir. Qədr gecələri nədir? Qədr gecələri qədirli olan gecə və bunu qədirli edən gecənin məqsədi, mənası, səbəbi nədir görəsən? Səbəbi ondan ibarətdir ki, məhz o gündə Quran nazil olub. Quranın nazil olduğu gecələrdir. Ona görə o gecəni fəzilətli eləyir. Bu günləri yenə də bütün bunlarla bərabər hər il olduğu kimi yenə də müzakirə olunan məsələlərdən biri ondan ibarətdir ki, başa Quran qoymaq olar yoxsa yox. Bütün bu firqəçilər hər il eyni şeyi müzakirə edirlər və bəzən də bunu bizim üçün də bildirirlər ki, biz öz təriqətimizi yaşayırıq, biz öz imanımızı yaşayırıq, biz belə düşünürük. Mənim məzmun belə düşünmək məsələsi elə bir məsələdir ki, bu şəxsi bir məsələ olsa, əlbəttə ki, siz belə düşünə bilərsiniz. Amma siz iman gətirdiyinizə iddia edirsiniz, fikirləşirsiniz ki, deyirsiniz ki, biz müsəlmanıq. Başa Quran qoymaq olarmı mənim əzizlərim? Əlbəttə heç bir günahı yoxdur. Bir insanın başına Quran qoyması, ədəbiyyat kitabı qoyması, necə Viktor Hugo'nun Səfillərin qoyması, bir kubik qoyması, nəsə qoymasının heç bir mənası, məqsədi yoxdur. Xeyri varmı? Xeyri də yoxdur, ziyanı da yoxdur. Savabı varmı? Savabı da yoxdur, günahı da yoxdur. Məsələ bu deyil. Amma biz nədən illərdir bu mövzudayıq? Məgər Allah bir kitabın təyinatı başa qoymaq üçün ola bilərmi? Biz heç vaxt öz uşağımızı məktəbə göndərdikdə, oğlum bu fizika kitabıdır, bunu oxuyarsan, bu riyaziyyat kitabıdır, bunu oxuyarsan, bu da ədəbiyyat kitabıdır, bu başa qoymaq üçündür. Başa qoymaq təyinatında bir kitab eşitmisinizmi siz? Xeyr, eşitməmişik. Amma Quran məhz bu günlərdə nazil oldu, Qədr gecələrində nazil oldu. Allah Təala buyurdu ki, 1-ci surəsi ilə oxu yaradan Rəbbin adı ilə. Oxunmaqda olan bu kitab sizə bəs etmədimi? Və yaxud da ki, biz Rəsulu sizə rəhbər olsun deyə, sizə yol göstərən rəhbər olsun deyə kitabla göndərdik ki, oxuyub nəticə alasınız, oxuyub düşünəsiniz. Baxın, görürsünüzmü, bütünlüklə kitabın mövzusunda, kitabın təyinatında biz başa qoyma bir hadisəsini görmürük. Bəzi qardaşlar deyirlər ki, siz bizi qısqanırlar, hər dəfə bizi tənqid edirlər. Mənim əzizim, bunun nəyi qısqanılacıdır? Qısqanmaq bir hadisəyə çata bilmədikdə, bir insanın fəzilətinə çata bilmədikdə, bəli, onu qısqana bilərik. Bir insanın elminə çata bilmədikdə onu qısqana bilərik. Amma bir kitabı başa qoyma, hər kəs bunu bacarar. Cahilindən tutmuş aliminə qədər. Burada fəzilətli bir hadisə yoxdur ki, burada çətin bir hadisə yoxdur ki, biz sizi qısqanaq. Çünki biz qoya bilmirik, siz qoya bilirsiniz. Xeyr, belə bir qısqanma hadisəsi ola bilməz. Ona görə də mənim əzizlərim istəyirəm ki, mən də bu məsələyə münasibət göstərim. Əlbəttə ki, başa qoyulan bir kitabın günahı yoxdur, amma bir fəziləti də yoxdur, bir savabı da yoxdur. Məgər biz indiyənə qədər 1400 ildir başımıza qoyduğumuz kitabı ən yüksək yerə qoymamışdıqmı? Yadınıza gəlirmi? Taxtçanın üstünə qoymuşdu, şkafın yüksəkliyinə. Ona toxunmaq olmazdı, o müqəddəsidir, ona üzr istəyirəm tualetdən çıxdıqda toxunmaq olmaz, baxmaq olmaz, açmaq olmaz. O müqəddəsidirmi ora qoymuşduq? 1400 ildir cahilliklə yaşadıq, amma bizim Quranımız başımızdan da yüksəklikdə yerdə dururdu, şkafın üstündə dururdu. Bizə bir şey qatdımı? Bizə bir inkişafa gətirib çıxartdımı? Xeyr, inkişafa gətirib çıxartmadı. Bir vaxtlar tarixdə Siffeyn adlanan döyüşdə bir tərəfdə məlum Əbu Süfyanın oğlu Müaviyə durmuşdu, bir tərəfdə isə Natiq-i Quran olan Həzrət Əli əleyhissalam durmuşdu. Həzrət Əli əleyhissalamın ordusunda, Natiq-i Quranın ordusunda olan o cahilləri aldatmaq üçün Müaviyə Quranı nizələrə keçirdib başından yuxarıya qaldırdılar və aldada bildilər. Dedilər, biz Qurana qarşı vuruşmayacaq. Dedi, Natiq-i Quran mənəm, o bir kitabdır. Aldada bildimi? Aldada bildi. İndi Müaviyə çox böyük şəxsiyyətidirmi? İndi Müaviyə alim idimi? İndi Müaviyə çox mömin adam olduğuna görə onu nizəyə salıb qaldırmışdı. Quran onda ucalığa qalxmışdı güya. Belə ucalıq dinə uyğundurmu? Bu bizə fəzilət gətirdimi? Bu İslam'a bir fəzilət gətirdimi? 1400 ildir biz nə irəliyə gedə bildik, nə əldə edə bildik? Nəticə olmalıdır mənim əzizlərim. Hər bir insan bir hadisəyə baxdıqda onun nəticəsini görməlidir.
O nəticəsini görmə biz 1400 il nə qədər irəliləmişik. İrəliləyə bildikmi? Xeyr, irəliləyə bilmədi. Yenə də cəhalətimiz, yenə də savadsızlığımız davam edir. Bəziləri bu cür bunu necə deyirlər, bəziyirlər. Biz onu tilavət də eləyirik, həm də başımıza qoyuruq. Mənim əzizlərim, tilavət edirsiniz, papuqay kimi ərəb dilində neçə illərdir, 1400 ildir bunu oxuyursunuz. Kim nə anladı? Əsas anlamaqdır, əsas başa düşməkdir, əsas düşünməkdir. Allah bizi düşüncəyə dəvət edir. Bəlkə düşünəsiniz deyə. Çünki düşünmək önəmlidir mənim əzizlərim. İnsan düşündükcə, insan fəziləti artır. İnsan düşündükcə bu dünyanın fani olduğunu görür. İnsan düşündükcə bir şey əldə etməyə çalışır. Bu dünyanın, bu zamanın sürətlə irəliləməsi bizi maddiyyətdən, bizi öz halımızdan kənara buraxmır. Yalnız düşündükdə biz o haldan çıxa bilirik. Yalnız düşündükdə biz axirəti düşünə bilirik. Biz insanlığı düşünə bilirik. Biz yaxşılığı düşünə bilirik. Düşüncə buna görə lazımdır. Ona görə Allah bizi düşüncəyə məcbur edir. Bəlkə düşünəsiniz deyir. Amma biz yenə də düşünməyib, hansısa firqənin arxasıca düşüb, o başına Quran qoydu ki, biz də qoyaq. O filan şey əlinə məndən nə götürdü, biz də götürək. Belə bir din olmur, belə bir dini aspekt yoxdur. Biz belə eləyirik, bunun nə günahı yoxdur mənim əzizlərim, amma bu firqəçilikdir. Bunun bir məqsədi də yoxdur. Bunu insanlara bir din kimi sırımayın, bunu insanlara bir fəzilət kimi sırımayın. Fəzilət oxumaqdadır. Fəzilət oxumaqdadır. Bir insan yalnız oxuyaraq savadlana bilər. Bir insan yalnız cəhalətdən oxuyaraq çıxa bilər. Heç başına kitab qoymaqla cəhalətdən çıxan insan gördünüzmü? Görmədiniz. Bu günləri Azərbaycanın o məşhur Dəli Kür əsərində o Molla Sadıqların ey zəbər ə, tey zəbər tə, nə qədər ey zəbər ə, nə qədər tey zəbər tədə qalacaqsınız. Bu bir iman göstəricisidirmi? Xeyr. Bu bir savad göstəricisidirmi? Xeyr. Bizi bu Şeyx Nəsrullahlar məhz bu formada aldatmadımı? Ölülər əsəri nəyə görə yazılırdı? Kefli İskəndərlər nəyə etiraz edirdi? Mənim əzizlərim, ona görə də bildirmək istəyirəm ki, bu bir qısqanclıq deyil, bu sizə qarşı da bir, necə deyirlər, tutum deyil, sizi tənqid etmək də deyil, sadəcə olaraq mən sizi düşünməyə vadar edirəm. Düşünün və düşünün, biz düşünərək bu vəziyyətdən çıxmalıyıq. Həm siyasətlə, həm ölkəmizdə olan vəziyyəti deməklə, həm insanlarımızı konsolidə etməklə, həm də insanlarımızı aldadan o dini məktəblərin bu xovundan insanları qopardaraq, öz ruhaniyyət dünyamızı toparlayaraq, Allaha da yaxınlaşa bilərik, bu dünyanımızı da cənnətə çevirə bilərik, axirətimizi də cənnətə çevirə bilərik. Yalnız və yalnız elmlə, yalnız və yalnız oxumaqla, yalnız və yalnız bu bizi propaganda altında qoyan məktəblərdən uzaq durmaqla, Allaha sığınmaqla. Özünüzdən müğayət olun, bu mübarək günlərdə hamınıza can sağlığı arzu edirəm. Təşəkkür edirəm.